Hansı fikirlər düzgündür? Girişə aid fikirlərdən dinozavrların qalıqları dünyanın müxtəlif hissələrində tapılmışdır və yalnız Asiya və Afrikada. Xeyr, mətnin birinci cümləsindən də bəllidir ki, bütün qitə və materiklərdə tapılmışdır. Deməli, girişdən seçəcəyik A-nı. B yanlışdır. Əsas hissədən alimlər əvvəl onların məməli olduqlarını düşünmüşlər. Bəli, bu doğru fikirdir. Yumurta ilə çoxalma haqqında məlumat yalnız təxmin kimi qəbul olunur. Bu isə yanlışdır. Çünki burada əsas hissədə qeyd olunur ki, əvvəlcə onların məməlilər olduğunu düşünmüşlər, amma 1859-cu ildə dinozavrların yumurta qoyaraq çoxaldığı məlum olur. Eyni zamanda 95-ci ildə də yumurtaları tapırlar. Deməli, bu təxmin deyil, artıq faktlarla bu məlumatlar bizdə var. Deməli, 2-dən də seçirik biz C-ni. 3-də nəticədə iqlim dəyişikliyi dinozavrların qidasının və özlərinin məhv olmasına səbəb olmuşdur. Bəli, biz bu nəticədə şahidi oluruq. Burada yazmışdı iqlim dəyişikliyin və digər fikrimiz yanlış olacaq. Onların yenidən yaranması haqqında mətndə bir fikir yoxdur və cavabımız A, C, Y olacaq.